Başa düşürəm uşaqlar. Başa düşürəm ki, yorğunsuz. Yəni yorğun da olmalısınız. Çünki yolun sonundasınız. Adam nə zaman yorğun olur? Bir işə başlayan kimi yorulmursan axı. O işin sonlarına doğru gələndə yorğun olursan. Bu yolu biz də keçmişik. Videolar çevirdikcə baxırsınız ki, cəmaət istirahətdə də sən burada dərs oxuyursan. Yəni onsuz da kim kitabı sevə-sevə oxuyur ki? Hansımız kitabı belə sevə-sevə oxumuşuq? Yəni kitabdan ayrıla bilməmişik. Nəyəsə görə oxumuşuq da. İllərlə sizə zəng eləməyən insanlar zəng eləyəcək ki, Zankes nə qədər bal toplayıb, WhatsApp dayanmayacaq, nə qədər bal topladın, bir yerə girə bildinmi? Danışmağa bir mövzu axtarırlar. Ona görə sevindirməyin o adamları. Yəni o imtahana bu qorxunu aparırsınız, məsuliyyəti aparırsınız. Amma bunlarla yanaşı yaxşı şeyləri də aparırsınız da imtahana. Bizim əziyyətimizi, dualarımızı, valideynlərinizin sizin üçün çəkdiyi əziyyəti, dualarını, onlar sizdən daha çox həyəcanlıdır, biz sizdən daha çox həyəcanlıyıq. Bunları aparırsınız. Bari o sualı yazanda gözünüzün qabağına bunu gətirin. O suala məsuliyyətlə yanaşın ki, bu sualı yazmaq üçün, mən bu zala gəlmək üçün nələrdən keçmişəm. Öz uşaqlığınızdan keçmişsiniz, gəzməmisiniz, düzdürmü? Qışın soyuğu deməmisiniz, yayın istisi deməmisiniz. Sizi düşünənləri, sizi istəyənləri sevindirin. Ola bilər kiminsə xətrinə dəymişəm, danlamışam. Amma yəni önəmli olmasanız, niyə sizə əsəbləşim? Niyə sizi danlayım? Düzdür? Sizi daha çox kim danlayır? Valideynləriniz. Onda belə çıxır ki, valideynləriniz sizi istəmir. Düzdür, demirəm ki, hamı oxumalıdır. Amma sənin bu şansın var da sən oxuya bilərsən. Nəyi düşünürsən bəs? Nə haqqım varsa halal xoşunuz olsun. Mən haqqımı sizə halal edirəm. Siz də öz haqqınızı halal edin. Bu qədər. İndi eləcədirsiniz ki, bir də sizi bu kursun yaxınlığında görmürəm. Sizin ayaqlarınızı kəsərəm mən. Elə eləyin, birinci axırıncı səfər olsun. O kursdan içəri addım atsanız məndən inciməyin.